Lütfüzadə adına Riyaziyyat və Məntiq Olimpiadasının final mərhələsi üçün növbəti suala baxırıq. Yusif, İlyas, Emin, Salih, İbrahim aşağıda göstərilən 1-2-3 nömrəli çubuqlara dairəvi halqalar keçiriblər. Yusif deyir 2 ədəd halqa keçirib. İlyas ancaq bir çubuğa halqalar keçirib. Ən çox halqa keçirən Emindir və Yusif, İlyas, Emin eyni çubuğa halqalar keçiriblər. Yusif, İlyas, Salih eyni çubuğa halqalar keçiriblər. Emin, Salih, İbrahim eyni çubuğa halqalar keçiriblər. Verilənlərə görə Emin, Salih və İbrahimin hər birinin keçirdikləri halqa sayı uyğun olaraq hansı bənddə doğru verilmişdir? Bu sualda əvvəla onu qeyd edim ki, bəzən elə bir şey olur ki, məsələn bizə lazım olan, ilk lazım olan məlumat ən axırda olur. Ona görə də burada tutaq ki, ikinci məlumata mən üstünlük verərdim. Nəyə görə? İlyas deyir ancaq bir çubuğa halqaları keçirib. Baxın, bu gözləsin. Daha sonra Yusif, İlyasın adı keçdiyi bəndləri oxuyuram, variantları dəqiq oxuyuram. Yusif, İlyas, Emin. Baxın, burada İlyas eyni çubuğa halqalar keçirib. Bir də təzədən deyir ki, Yusif, İlyas, Salih eyni çubuğa. İndi əslində bunların sayı olaraq verilməyib ki, hansına nə qədər dəqiq halqa var. Bir dənə İlyas'a verilib. Amma İlyas verildiyinə görə deməli İlyas başqa bir yəni çubuqlara olmayacaq, sadəcə bir dənə olacaq. Ona görə də baxın Yusif, İlyas, Emin və Yusif, İlyas, Salih. Onda buradan belə bir şey çıxır ki, Yusif, İlyas, Emin, Salih. Elə hamısı bir yerdə hardadılar? Deyək ki, birinci nömrəli çubuqlara halqaları keçiriblər. Daha sonra Yusif deyir 2 ədəd halqa keçirib. Onda Yusif ya yenə 2-də var, ya da 3-də var, gözləsin o. Emin, Salih, İbrahim eyni çubuğa halqalar keçiriblər. Emin, Salih, İbrahim. Onda belə olacaq. Emin, Salih. Əslində burada İbrahimə yer olmadığı üçün İlyas artıq oradadır. Ona görə Emin, Salih, İbrahim 3-cü nömrəli, yəni 3 nömrəli deyək ki, çubuqda olacaqlar. Daha sonra bizə nə deyir? Ən çox halqa keçirən Emindir. Onda buradan, yəni Yusifdə deyək ki, 2 dənə də onsuz da görsənir, 2 ədəd deyir. Və burada 3 olması üçün bunlardan biri Emindir. Daha sonra nədir? Ən çox halqa keçirən Emindir. İlyas ancaq bir çubuğa, onu da qeyd elədik. Emin, Salih, İbrahim eyni çubuğa, burada kimsə olmalıdır. Yusif 2 ədəd. Hə, burada Yusif olacaq. Emin, Yusif. Bizə nədir? Emin. Emin 3 dənə. 1, 2, 3. Sonra Salih. Salih 1, 2. 2 dənə. Və İbrahimdə bir dənə. Olacaq 3, 2, 1. Bu sualda düzgün variant D variantı.